Salam əziz və dəyərli müştərilər, sizlər salamlayam Kars Ailəvi restoranında daş kebabı pişirən yerdə. Bu bizdə 2 post daş kebabıdır, biraz aralı çəkəcək, parçaq ekranı. Kartoşkası, əti, badımcanı, pomidoru, acı biberi, çörəyi, hamısı qarşıda pişir. Bir də bir-birindən güzel qazan yeməklərini təqdim edirəm sizə, gəl. Burada şapalağımız var, belə sacda pişirmişik. Şirəli danamızdır, göbələkli can əti var. Damaşı tuşonka var, dananın boynundan. Quzu soyutmamız var burada belə kəhli otu ilə. Kənd xoruzudur, çığırtması. Şirəli çəkimiz var burada, körpə çəpiş zirinclə. Şirəli can ətimiz var, siveji bişnədən. Və bir də gücdə bozbaşı var. Burada da bir-birindən gücdə kebablarımızdır. Dana bastırması, yablocqası, antrikotu, qolu, toyuğu, ciyəri, dardakumenti, içalatı, xan kebabı, şapalağı. Bu gözəl tiyamlar yalnız Löşbatanda Kars Ailəvi restoranda da bilərsiniz. Ünvan Löşbatanda Nizami küçəsi 112, Botda və Vezdə konu mövcuddur. Buyurun gəlin. Gəlməzdən öncə rezervasiya.